Mən Meclimova Rəsmiyə Şəmkir rayonunun Çınarlı qəsəbəsindən Vertebra xəstəxanasına müraciət etdim. Çox ağır vəziyyətdə gəlmişdim bu xəstəxanaya. 3-cü dərəcəli skalyoz, boyun ağrısı, osteoxondroz, osteoporoz. Əllərimdə keymələrim də çox idi. İndi şükür o keymələrdən də azad olmuşam. Ağrılarım çox ağır idi. Sözün düzü heç ayağımı atıb yeriyə də bilmirdim. Və mənim onurğamda 2 fəqərəmdə sınığım var idi. Təzyiqim çox yüksək olurdu. Demək olar ki 190-200-ə qalxırdı. İndi o şikayətlərim yoxdur. Artıq ayağımı atıb yeriyə bilmirdim. Əyilməm çox idi. Müalicəmin bugün 12-ci günü tamam olur. Çox şükür özümü çox yaxşı, rahat hiss edirəm. Həkimlərə təşəkkür edirəm. İradə həkimə də çox təşəkkür edirəm. Klinikasına bizi qəbul elədi. Məni sağlam şəkildə evimə yola salır.